Yaradanı anmaq, şükürlər etmək, səhvlərdən uzaqlaşıb tövbəyə yaxınlaşmaq salih əməllərdəndir. Əlbəttə, bu hal Yaradana olan sevgidən irəli gəlir. Əgər bu sevgi varsa, demək köksündə, daxilində Rəbbin nurunu hiss edirsən. Qəlbin onunla isinir, onunla yanır. Müqəddəs Quranda deyildiyi kimi, Allah dilədiyini öz nuruna qovuşdurar. İstərdim ki, hər kəs məhz bu nuru özündə kəşf etsin. Bir insan dua etdikdə işıq kimi yanar. Böyük bir kütlə dua etdikdə sanki səma dolusu ulduz yanar. O zaman, baxın, mənim bəndələrim bir-birinə işıq oldular deyə fəxr edər Yaradanımız.